WUF 13 çərçivəsində belə bir stend də var ki, hansı ki insanların daha çox marağına səbəb olub, öz böyüklüyü ilə diqqət çəkən Bakı Ağşəhər layihəsidir. Söhbət nədən gedir? Bakı Ağşəhər layihəsi WUF 13 çərçivəsində ən çox ziyarət olunan, belə deyək, stendlərdən biridir. Çünki Bakının müasir şəhər salmasında Ağşəhərin rolu kifayət qədər çoxdur və danılmazdır. Elə çəkini izləyən izləyicilərimiz də bunu burada əyani formada görürlər. Ceyhun Rəhimov, Bakı Ağşəhər layihəsinin nümayəndəsi. Əlbəttə ki, biz Bakı Ağşəhər layihəsi olaraq bugün Bakı şəhərində keçirilən Dünya Urban Forumda iştirakımızdan qürur duyuruq. Qeyd etmək lazımdır ki, 2025-ci dekabr ayında Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncəmə əsasında 2026-cı il şəhərsalma və memarlıq ili kimi elan edilmişdir. Və müasir urbanistika təcrübəsinə əsaslanaraq, müasir urbanistika təcrübəsinin tələbləri ondan ibarətdir ki, keçmiş sənaye zonalarının yeni yaşayış məkanlarına çevrilməsidir və gördüyünüz kimi Bakı Ağşəhər layihəsi həmin tələblərə bariz bir nümunədir. Və qeyd etmək lazımdır ki, maketdən də görsən ki, bugün Bakı Ağşəhər layihəsində müasir yaşayış binaları, ticarət mərkəzləri, ofis binaları, muzeylər, yeraltı keçidlər, körpülər və bir çox obyektlər tikilməkdədir və eyni zamanda yeni parklar və yaşıllıq zonalarına daha çox üstünlük verilir və Bakı Ağşəhər layihəsinin əsas istiqamətlərindən biri ekoloji dayanıqlı siyasətin qorunmasıdır, tullantıların düzgün idarə olunması və enerji sərfiyyatının minimallaşdırılmasıdır. Ona görə də bugün Bakı Ağşəhər layihəsində tikilən binaların bir neçəsi artıq BREEAM sertifikatı əldə etmişdir və bir neçə binalarda günəş panellərinin istifadəsi nəzərdə tutulur.